Pozğun sizin gələcəyinizi deyir, hə? Kül o gələcəyinizin başına ki, fırlanıb öz götün görə bilməyən pozğunlar, güzgüdə öz götlərinə baxırlar. Amma kart fırladıb sənin gələcəyini görürlər. Sənin gələcəyin haqqında sənə fikir deyirlər. Kartla, kağızla. Biz necə belə qoyun olduq? 21-ci əsrdə bu qədər cahil düşüncə hardan bizdə oldu? Hardan yarandı? Necə yarandı? Hə? Bunu xaricdə deyirlər, orada deyirlər, burada deyirlər. Bunu mırta eləyirlər bəziləri. Tarot kartını düzəldib insana fikrini saxlasın. Bizimkilər buna ciddi inanır. Ciddi inanır buna. Keçən dəfə biri deyir ki, mənim qohumum filankəs boşanıb, oğlanı elə bil qızla yazışarkən tutub. Falçı da baxır ona deyir ki, oğlanın həyatında biri var. Peysərin qızı. Sən dedin də ona. Arvadı oğlanı mesajlaşarkən tutub, sən bunu ona dedin. O da sənə abratka deyir ki, oğlanın həyatında biri var. Sən özün demirsən də onu. Dedin də özün. Öz dedib özün bilirsəniz. Keçən dəfə birinə qoşulmuşdum. Bu quluya. Dedim mənim əlimdə stakan var. Stakanın içində nə var? Demədi, deyə bilmədi. Deyir, sən bilirsən də. Fala baxan sual verməməlidir. Əgər kart hər şey görürsə, kartı atsın, həmin o baxdırmaq istəyənin adını da görsün, özünü də görsün, anasının adını da görsün, nəslini də görsün. Niyə görə bilmir? Niyə sual verirlər? Nə ilə bağlıdır? Belli, bizim həyatda bir dənə kişi ilə yola getmir filan belə. Ərin deyir qarınlıdır. O da deyir ki, hə, qarnı var. Hə, belə, necə düzdür? Azərbaycanın 90% kişiləri idmana edmir, qarnı vardı. Yaşlı kişilərin hər kəsin qarnı var. Hele bir qadına sual versən, bir dənə qadın var, sənə cadu edir, onun döşü var. Onsuz olmalıdır da bunun döşü. Yəni, olmama ehtimalı çox azdır. Xərçəng olmadı ki, bunun döşünü kəssinlər. Nə qədər sizin məntiqiniz işdir, hala? Nə qədər qoyun oldunuz siz? Sizin 11 il oxuduğunuz o təhsil hara getdi? Azərbaycanın təhsili sizə duraki kartına, tarot kartına inanacaq qədər cahilliyə aparırsa, tüpürüm sizin beyninizə. Necə bizim millətin 80% qoyun oldu? Necə oldu? Bakı dövləti, neft korporasiya, marporasiya cırtı bunları qutaranlar kimlərdir? Onları da qınamıram. Zaten fala baxdırır ki, bax gör mən bu il universitetə girəcəm ya yox. Karta baxdırır ki, mən bu il telefon alacam ya yox. Kağıza baxır. Sən öldürəm. İmam Səccad əleyhissalam Allahla birbaşa danışa bilib. O qədər sürətli cavab ala bilməyib Musa əleyhissalam. Birbaşa münasibət olub da, yəni salam sağol olub. Danışıb o qədər sürətli Allahdan cavab ala bilməyib. Boşanacaqsan. Sən xəyanətin. Cavdı. Nə tez ola, nə tez. Nə tez. Nə tez ola, bu çox sürətli oldu yaxı. Çox sürətli gördü sənin kağızın. Beynimizə sıtsın sizin.